Fakir Muhammed Vali Muhammed salavat çeşir. Ya Allah, oraya dikkatle bakın, zahmet olmasın. O cemaatin girdiği Telli Zeynep'e. Telli Zeynep'e nedir? Telli Xanım Zeynep Salamullah Reyhanı tepenin üstüne çıktığı yer. Həmin təpəyə Telli deyilir. Xanım Zeynep Salamullah Reyhan oradan nəzər edib. Və lənət olunmuş Şimrin onun başını kəsdiyi yerə. Həmin döyüş səhnəsinə o yerdən nəzarət edir. Tarix deyir ki, Xanım Zeynep Salamullah Reyhan görür ki, Şimir lənət olunmuş İmam Hüseyin Əleyhisselamın boğazını kəsmək istəyir və oradan gəlir həmin məqama, həmin məkana, qılıncla kəsmək istəyəndə öz əlini verir qabağa. Tarix deyir ki, Şimirin qılıncı qalır Xanım Zeynep Salamullah Reyhanın əlinin içində və Xanım Zeynep'in əlini kəsir. Yəni dərin yaralayır və ondan sonra gəlirlər Xanım Zeynep Salamullah Reyhanı oradan çəkirlər kənara. İmam Həsən Əleyhisselamın oğlu İmam Həsən Əleyhisselamın